Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün 5-ci siniflər üçün riyaziyyat fənnindən kiçik summativ qiymətləndirmə bir sualları həll edəcəyik. Hər zaman qeyd etdiyim kimi bu bir nümunədir. Birinci bölmədə keçdiklərimizə aid suallar verilibdir. Baxaq görək bu sualları cavablandıra bilirsinizmi? Bir də deyir ki, ədədini onluq say sistemində yazın. C bilirik ki 100-dür. L 50'dir, X 10'dur, V 5'dir, bu da 1'dir. Hamısı böyükdən kiçiyə doğrudur, ona göre toplayacaq çıxma yoxdur burada. 100'ün üstünə 50, 150, üstünə 10, 160, üstünə 5, 6, üstünə 1, 166 B variantı alınır. Müqayisə edin, əvvəlcə rəqəmləri sayırıq. 3, 6, 7 rəqəmlidir, bu da 7 rəqəmlidir. Onda ilk iki rəqəmə baxırıq ki, hər ikisi eynidir. Üçüncü rəqəm isə burada 6, burada 7'dir. 6 7'dən kiçikdir deyə birinci ədəd digərindən kiçikdir. B variantını seçirik. 3-də deyir ən böyük 5 rəqəmli ədəddən 6 çıxdıqda fərq neçə olar? Ən böyük 5 rəqəmli ədəd deyirsə 5 dənə 9 yazırıq. Bu olur 99.999 və bundan 6 çıxmalıyıqsa bir dənə təkliyimiz azalacaq. Olacaq 3. Yəni 99.993 o da C variantındadır. 4'te deyir ki 7.342.538 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yüzlüyü tapırıq əvvəlcə 5'dir. 5'dən sonraki rəqəmə baxırıq, kiçik rəqəmdir. Ona görə 5 olduğu kimi qalacaq. 5'dən sonrakılar sıfırlanacaq. 5'dən əvvəlkilər də olduğu kimi qalacaq. 7, 3, 4, 2, 5. 5'dən də sonra 2, 0. Bu da alınır hansı variantda? 7.342.500 elə A variantındadır. 5'te deyir ki, ədədinin 100 minliklər mərtəbəsindəki rəqəmlə yüzlüklər mərtəbəsindəki rəqəmin yerini dəyişdikdə hansı ədəd alınır? Yüzlüyündə 4 var. 100 minliyin tapaq. Minlik, 10 minlik, 100 minlik. 100 minliyində də 9 var. 9 ilə 4'ün yerini dəyişməliyik. Burada 4 olacaq, burada 9 olacaq. Deməli, ədədimiz nə olur? 3 ayıraq ki, oxuya bilək. 4 milyard 232 milyon 416 min 958. 958 ilə bitən ümumiyyətlə burada C variantıdır. Digər rəqəmlərə də baxırıq ki, bəli, doğrudur. 6'da deyir ki, Rum rəqəmləri ilə verilmiş ədədləri azalan sıra ilə düzün. Bu deməli 3 dənə 10, 30 oldu. 5 və 1. Yəni böyükdən kiçiyə də toplayırıq hamısını. 3 dənə 10, 5 və 1'i toplayanda 36 eləyir. Bu 5, bunlar da 1'dir. 5'in üstünə 3 gəlirik. 8'dir bu. Burada 1000'dir. 500 və 100. 1600. Deməli, burada ən böyük təbii ki, M ilə başlayan da azalan sırayla deyirsə, böyükdən kiçiyə doğru yazırıq. 1600 yəni bu ədəd, sonra 36 yəni bu və ən kiçik də 8'dir. B variantını seçirik. 7'də deyir ən böyük 5 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin fərqi neçədir? Ən böyük 5 rəqəmli ədəd və yaxud da dedik 99.999'dur. Ən kiçik 3 rəqəmli ədəd isə 100'dür. Fərqi deyirsə çıxırıq. 9, 9, 8, 9, bu da 9. 99.899 o da A variantındadır. 8'də deyir ki 9.356.724 ədədini 10 minliklərə və minliklərə qədər yuvarlaqlaşdırın. Alınan ədədlərin fərqini tapın. Əvvəlcə 10 minliyə yuvarlaqlaşdıraq. Deməli 10 minliyi tapırıq. Təkliyi, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyi 5'dir. 10 minliyimizi qeyd elədik. 5'dən sonra böyük rəqəmdir. Ona görə 5 artacaq. 5'dən sonrakılar olduğu kimi qalır. 5 özü artır, 6 olur. Digərləri də sıfırlanır. 4 dənə 0 yazırıq. Çıxılsın. Minliyimiz isə 6'dır. 6'dan sonra da böyük rəqəmdir. Ona görə 6 da artacaq. 6'ya kimi ədədlərimiz olduğu kimi yazırıq. 6'nı bir vahid artırırıq. 7 olur və ondan sonraki 3 rəqəmin yerinə 0 yazırıq. Fərqi deyir. Ona görə bunları da çıxırıq. 3 dənə 0'mızı yazaq. Ondan 7 çıxırıq 3. 5'dən 5 0. 3. Bunları yazmaya ehtiyac yoxdur. Bunlar 0 olacaq. Cavab 3000 olur. 9'da deyir ki A 14 olarsa ifadənin qiymətini hesablayın. Yəni A'nın yerinə 14 qoyuruq. İfadəmizi yazıb və hesablayırıq. 14'ün üstünə 52 gələk. Deməli 66. 66'dan 19 çıxanda 47. Sonra onda deyir tapın. Əbob 9, 10500 üstə gəl. Əkob 10'dan 20'nin əkobun. 9 ilə 15'in əbobunu tapmaq üçün
9-un bölənlərin yazarıq. 1-ə bölünür, 3-ə bölünür, bir də 9-a bölünür. 15 isə 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür və 15-ə bölünür. Hər ikisinin bölündüyü ən böyük ədəd 3-dür. Deməli, bunların əbubu bərabərdir 3-ə. 3 üstə gəl. 10 ilə 20-nin əkobunu necə tapacağıq? Hər ikisinə bölünən ən kiçik ədədi seçəcəyik. Bunun üçün böyük ədədə baxırıq ki, böyük ədədimiz hər ikisinə bölünür elə. 20 10-a da bölünür, 20-yə də bölünür. Elə deməli, əkob 20-dir. Və bunları da toplayırıq, eləyir 23. C variantı. 11-də deyir ifadənin qiymətini hesablayın. 2 dənə mötərizə var. İçəridəki mötərizəni həll eləyərik əvvəlcə. 3-ün kvadratı 9-dur. 9-dan 6 çıxırıq 3. Sonra da 63-dən bu mötərizənin cavabını 3-ü çıxırıq, qalır 60. 60-ı da 2-yə bölürük, cavab eləyir 30. 12-də deyir müqayisə edin. 4-ün kubu ilə 8-in kvadratı. 4-ün kubu 64-dür, 8-in kvadratı da 64-dür. Deməli, birinci müqayisəmizdə bərabər işarəsi olacaq. 5-in kubu 125-dir, üstünə 10 gələndə 135 eləyir. 11-in kvadratı 121-dir, 121-dən 20 çıxanda 111 eləyir. 135 böyükdür 111-dən. Deməli, bərabər və böyük işarəsi o da B-dədir. 13-də deyir ki, A vur B 12, A vur C 10 olarsa, vurmanın xassəsindən istifadə etməklə ifadənin qiymətini tapın. Deməli, birincidə A ilə B-ni birinci vurarıq və 12-dirsə, 5-i 12-yə vurarıq. Cavabı taparıq ki, 60-dır. İkincidə A ilə C-nin hasilini qoyarıq yerinə 10 və digər vuruğa 4-ə vurarıq 40. Üçüncü isə düzgün verilməyibdir burada. Bu ifadə düzgün deyil. Çünki biz B ilə C-nin cəmini bilmirik ki, A-nı ona vuraq. Keçirik 14-cü suala. Deyir, verilən şərtlərə görə ifadənin qiymətini hesablayın. A ən kiçik 3 rəqəmli ədəddir. Deməli, A-nın yerinə ən kiçik 3 rəqəmli ədədi qoyuruq. Yəni 100 qoyuruq. Üstə gəl 4 vurulsun B. B nədir? 24-dən əvvəlki cüt ədəd. 24-dən əvvəlki cüt ədəd 22-dir. Üstə gəl C. Ən böyük 2 rəqəmli ədəd 99-dur. Çıx D. D-də onluqlar mərtəbəsi 4 olan ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik 3 rəqəmli deyirsə 1 ilə başlayırıq. Onluğa 4 yazmalıyıq. Təklikdə 0 yazarıq ki, ən kiçik olsun. İndi bunu hesablayaq. Vurmaları yerinə yetiririk. 3-ü 100-ə 300. 4-ü 22-yə 88. Artıq vurmalar bitdi. Ardıcıl yerinə yetiririk. 300-ün üstə 88, 388. Üstünə 99 gələndə deməli 17 bir yadda, yenə 17 bir də yadda 18. Bu da 4. 487-dən də 140 çıxanda qalacaq 347. Və 15-də deyir ki, 100-lüyə qədər yuvarlaqlaşdıranda 5300 alınan ən böyük ədədin 2 mislini tapın. 100-lüyə qədər yuvarlaqlaşdıranda 5300 alınan ən böyük ədəd 5349-dur. Və bunun 2 mislini deyirsə 2-yə vuruq. 18 bir yadda, 8 bir yadda, 9, 6, bu da 10. 10.698 eləyir cavab. Bəli, 15 sualın sonuna gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.